Tarix boyu qonşularına qarşı ərazi iddiaları ilə sürünən erməni cəmiyyəti reallığı qəbul edə bilmirdi. Lakin indi ölkə rəhbərliyinin ərazi bütövlüyünün tanınmasına dair çağırışı dənizdən dənizə istəklərin asimana bülənd olduğunu göstərir. Bu isə təbii ki, cəmiyyətin müəyyən qruplarının hiddətinə səbəb olub. Məhz buna görə son bir həftədir ki, ölkədə etirazlar səngimək bilmir. Paşinyanın parlamentdəki çıxışından sonra şokdan ayıla bilməyən Ermənistandakı revanşist hayküyünün kökündə Qarabağ ətrafındakı proseslər də yanır. Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair çağırışdan sonra zühür edən Şərəfin Var blokunun rəhbəri Artur Vanisyanın aclıq aksiyası və ardınca digər siyasi qrupların etirazlarında müəyyən təzadlar mövcuddur. Madrid prinsiplərini qəbul edərək imitasiya naminə olsa da danışıqlar aparan, o cümlədən miadsum ideyaların reallaşmasını sual altına qoyan keçmiş rəhbərliyin tör töküntülərinin xalqı meydanlara çağırması siyasi riyakarlıq hesab oluna bilər. Ermənistanın daxilində ayrı-ayrı müxalifətçi qüvvələr çalışırlar ki, bu məsələyə negativ münasibət göstərsinlər və mən düşünürəm ki, elə onlar vəziyyəti başa düşsələr də bir populizmlə məşğul olmaq istəyirlər və onlar göstərməyə çalışırlar ki, hal-hazırda Paşinyan komandasının etdiyi addımlarla razı deyirlər və düşünürəm ki, burada populizm elementləri daha artıqdır. Mayın 1-də böyük xalq mitinqinə çağırışların edildiyi ölkədə sülh prosesinə mane olmaq cəhdləri 44 günlük müharibəyə qədərki dövrü xatırladır. Dünənə qədər Qarabağın statusu üçün dırnaqarası mübarizə aparanların bugün küçələrdə süslənməsi məğlub tərəfin acizliyinin simvoludur. Bu həm də ruhi vəziyyəti naməlum cəmiyyətdə qazanılmış uğursuzluq sindromunun təzahürüdür. Göründüyü kimi Ermənistanda daxili siyasi gərginlik qalmaqda davam edir, amma Paşinyan və onun komandası aydın dərk edir ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün bütün imkanlara malikdir. Bugün Ermənistanın sərgilədiyi mövqe əslində Azərbaycanın Ermənistanı sülhə məcbur etmə strategiyasının nəticələridir və ümumiyyətlə müxalifətlə Paşinyan komandası arasında gərginlik hələ davam edəcək. Beləliklə, regionda sülhün möhkəmləməsinə dair çağırışları qəzəblə qarşılayan bəzi hay tayfaları yeni konfigurasiya ilə barışmaqda çətinlik çəkir. Bu isə onu deməyə əsas verir ki, erməni arzuları üçün rekviyemin vaxtı çoxdan çatıb. Aksiyalarda səslənən şüarlar bu matəm musiqisinin tərkib hissəsidir. Rüstəm Mikayılzadə, Tural Orucov, ASTV Xəbər.